Və İbn Teymiyyə ümumiyyətlə başqa rəvayətlər var ki, bunu cinlər vasitəsilə edirlər. Cinlərdən istifadə edirlər. Və cinlərdən insanların istifadə etməsi haqqında müəyyən fikirlər gəlib ki, bəziləri cinləri istifadə edirlər Allaha itaətdə. Misal üçün, ki, şəriətin çatdırılması üçün cinlərə tapşırır. Əgər cin dostu varsa, mömindirsə, ondan elm öyrənir və o da qeyib öz qəbiləsini, qövmünü dəvət edir. Lakin bunlar dəlil olmadığı üçün, qeybi məsələ olduğu üçün çox da danışılası işlər deyil. Çünki qeyb aləmidir. Biz bilmirik ki, onlarda necədir və hansı mömindir, hansı isə mömin deyil. Və bəziləri də mübah işlərdə hər hansı bir mübah işə yardımcı kimi istifadə edirlər ki, sanki nəyinsə axtarılıb tapılması üçün. Və bəziləri də haram işlərdə cinlərdən yardımlaşırlar. Hətta insanların mallarını qarət eləmək üçün cinlərdən istifadə edirlər. Və bu da İbn Hüseyin rəhməhullah deyir ki, haramdır və şirkə vasitədir. Və sonra kim ki cinlərdən nəsə soruşur və cinləri təsdiqləyirsə hər dediyi şeydə və bu da asilik və küfürdür.